Quranda bizə bildirilən insanın xəstəlikləri hər zamanda və hər məkanda insanın yenə düşməsi möhtəməl olan xəstəliklərdir. Yəni insan birisi ilə münasibət qurarkən Allahın o endirdiyi ölçüləri əsas alırsa, bunlar üzərindən münasibət qurar. Allah Rəsuluna deyirlər ki, bunları yanından qov, biz gələk, o zaman sənin sözünü bəlkə dinləyərik. Və bunun üzərinə bu ayə gəlir. Niyə görə o gücsüz insanlardan üst çevirir insanlar? Çünki bilir ki, mən bununla oturuq nə qazanacam? Yəni mənfəət pərəstliyin oturuşduğu cəmiyyətdə insanlar belə olur. Hər şeyi mənfəət üzərinə hesab kitab edir. İnsanı incitmək Allahın qəzəbini çəkər və xüsusən hansı insanı Allah qatında dəyəri bilinən insandırsa, onu incitmək insanın Allahın qəzəbinə düçar olmasına səbəb ola bilər. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Allahın izinlə bugün Kəhf surəsinin 28-ci ayəsi üzərinə danışacağıq. Allah Teala Kəhf surəsinin 28-ci ayəsində buyurur ki: "Vasbir nefsaka ma'allezine yed'un rabbahum bil-ghadati vel-ashi yuridun vecha." Səhər axşam Rəbbinin rızasını diləyərək ona dua edənlərlə birlikdə səbr et. Əmr peyğəmbərimizədir və onun timsalında təbii ki, bütün ümmət Muhammedə. "Və la ta'du aynaka anhum turidu zinatal hayatid-dunya və la tuti man aghfalna qalbahu an zikrina wattaba hawahu və kana amruhu furuta." Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə, qəlbini bizi zikirdən qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə də itaat etmə, deyir Rəbbimiz. Bu ayə Peyğəmbərimizin şəxsində ümmət-i Muhammedə təməl davranış qaydalarından birisini öyrədir. Yəni bu ayədə Allah Azze və Cəllə onu öyrədir bizə. Qısaca ayənin ümumi məzmunu bu şəkildədir ki, Allah-u Teala Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə əmr edir ki, elə insanlarla bir yerdə ol ki, onlar səhər axşam Rəbbinin rızasını, Rəbbinin razılığını diləyərək ona dua edirlər. Yəni Allahı razı salmağa çalışan insanlarla bir yerdə ol deyə Allah-u Teala Peyğəmbərimizə əmr edir və təbii ki, dediyimiz kimi Peyğəmbərimizin timsalında qiyamətə qədər gələcək bu kitaba iman etmiş hər bir kimsəyə Rəbbimiz buna əmr edir. Və dünyanın keçici zinətinə aldanan kimsələrlə bir yerdə olma deyir Allah-u Teala. Daha əvvəl biz Əbəsə surəsinin ilk ayələrinin təfsirini danışarkən də bu məsələni qeyd etmişdik ki, ümumiyyətlə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gəldiyi, içində böyüdüyü və risalətini, təbliğini apardığı o cəmiyyətdə, yəni o dövrün Məkkə cahiliyyəsində insanların dəyər algıları, dəyər ölçüləri təbii ki, itmişdi. Çünki tövhid, yəni Allahın varlığı və təkliyi etiqadı, İslam etiqadı işin bir etiqadi tərəfidir. Amma bu etiqadın insanın davranışlarına yansıması var. Eyni şəkildə tövhidin ziddi olan şirk, yəni Allaha ortaq qoşmaq, Allahı inkar etmək və yaxud ahireti inkar etmək, yəni İslam xarici olan sistemlər nədirsə, küfür. Bu da bir iddiadır, bir etiqaddır. Bu etiqadın da insanın əməlində yansımaları var. Yəni insanın əməllərini onun inancı şəkilləndirir. Əməllərin, etdiklərin, əxlaqın, davranışların nədirsə, o sənin inancının göstəricisidir. Bu nəzərlə baxdığımız zaman görürük ki, Quran-Kərimdə Allah-u Teala tövhid əhlinin, İslam əhlinin özəlliklərindən bəhs eləyərkən onların yalnız etiqadi tərəfini önümüzə sərmir Rəbbimiz. Etiqadi tərəfini göstərməklə yanaşı, əməli tərəfini də göstərir Allah-u Teala. Yəni, məsələn, onlar namaz qılanlardır və onların bu özəllikləri var. Və yaxud Quran-Kərimdə şirk və şirk əhli qınanarkən yalnız onların etiqadı qınanmır. Onların əməlləri, əxlaqi davranışları da qınanır. Və Peyğəmbərimizin içində olduğu o Məkkə dönəmində Peyğəmbərimizin dəvət apardığı cəmiyyətə baxdığımız zaman təbii ki, o cəmiyyət İbrahim əleyhissalamın tövhid dəvətindən uzaqlaşmış cəmiyyət idi. Tövhid dəvətindən uzaqlaşdığı üçün o topluluq və şirkə bulaşdıqları üçün, bütpərəst olduqları üçün o şirkin öz praktiki davranışlarında qarşılığı da o toplumda yayğın şəkildə var idi. İslamın olmadığı və yaxud zəif olduğu cəmiyyətlərin xarakterik özəllikləri var. Bunu unutmamaq lazımdır. İslamın zəif olduğu cəmiyyətlərin xarakterik özəllikləri var. O cəmiyyətlərdə insanlar meşə qanunları şəklində yaşayırlar sanki. Yəni, hər kəs gücü nisbətində digərinin haqqına girməyə çalışır. Və hər kəs güclü olmağa çalışır və güclü olmaq özü-özündə pis bir şey deyil, lakin güclü olmaq üçün heç bir sərhəd gözləmir. Və bacardıqca öz mənfəətləri istiqamətində hər bir şey etməyə hazır olur. Və şirkin yayğın olduğu cəmiyyətlərin əsas xarakterik xüsusiyyətlərindən birisi odur ki, onlar insanları dəyərləndirərkən həqiqi olmayan, sadəcə zahiri dünyəvi güc üzərindən dəyərləndirirlər. Yəni, bir müşrik, bir bütpərəst, bir küfür əhlinə soruşduğun zaman ki, sənə görə hansı insanlar üstündür, sən kimə yaxın olmağa çalışarsan, kiminlə dostluq qurmağa çalışarsan, onun sayacağı meyarlar əslində özü özlüyündə təbiidir ki, Allahın rızasına uyğun
meyarlar deyil. Bu bir. İkincisi, normal insanın qəbul edəcəyi meyarlarda deyil. Məsələn, bir küfür əhli digərlərinə münasibət qurarkən, dostluq qurarkən, digərlərinə yaxın olmağa çalışarkən nəyin üzərindən eləyər? Məsələn, irqi bağlantı, deyək ki, millət olaraq bağlantı onun üçün bir üstünlükdür. Bu irqi bağlantı da aşağıya doğru, yəni irqi mənsubiyyət aşağıya doğru gəlir. Deyək ki, millət olaraq öz millətindənsə üstündür və yaxud öz qəbiləsindən, öz qohumundan, öz bölgəsindən, öz kəndindəndirsə, onu digərlərinə tərcih eləyir. Bu cahiliyyənin oturuşmuş adətlərindən birisidir. Və bəzən olur ki, insanlar Quranda bir şeyi oxuyur, onun o dövrdə sadəcə olduğunu zənn edir. Halbuki Quranda bizə bildirən həqiqətlər qiyamətə qədər hər zamanda, hər məkanda insanın ehtiyacı olduğu həqiqətlərdir. Quranda bizə bildirilən insanın xəstəlikləri hər zamanda və hər məkanda insanın yenə düşməsi möhtəməl olan xəstəliklərdir. Yəni insan hər zaman eyni xəstəlikləri daşıyır. Görürsünüz ki, bu gün də insanların önəmli xəstəliklərindən birisi sırf öz bölgəsindən, öz millətindən deyə birini digərinə üstün tutmasıdır. Və Quranda bu çox ciddi şəkildə qınanır. Digər üstünlük meyarları nədir? Cahiliyyə cəmiyyətində insanların bir insan əgər zənginlik baxımından üstündürsə, mal baxımından üstündürsə və yaxud fiziki güc baxımından üstündürsə, onunla dost olmağa çalışır, ona yaxın olmağa çalışır. Niyə görə belədir? Çünki cahiliyyədəki insanlar bu şeylərdə izzət axtarırlar. Yəni izzətin bu şeylərdə olduğunu düşünürlər. Bir izzət var, bir də zillət var. Zillət normalda zəlillik deyə başa düşdüyümüz kəlmədir. Cahiliyyə insanların izzət və zillət anlayışı nəyə əsasəndir? Bir insan zənginsə izzətlidir. Bir insan daha üstün bir vəzifədədirsə izzətlidir. Bir insan fiziki gücü daha çoxsa izzətlidir. Amma bu şeylərə sahib olmayan insanlar isə zəlildir, zillətdədir. Amma baxırıq ki, Quran-Kərimdə Allah-u Teala bu anlayışı kökündən rədd eləyir. Və möminləri buraxıb kafirləri dost edinən iki üzlü münafiqlərə də Rəbbimiz buyurur ki, onlar o kafirlərin yanında izzət axtarırlar. Niyə görə onların yanında olurlar? Bu əslində dediyimiz kimi bizim öz yaşayışımızda, praktikamızda, cəmiyyətimizdə müşahidə etdiyimiz bir haldır. Niyə görə idmançı adamın yanında gəzən xüsusi insanlar olur? Çünki onun yanında olduqda özünün daha güclü olacağını düşünür. Niyə görə pullu insanın yanında daha çox insan olur və yaxud vəzifəli insan yanında onun yanında olduqda özünü daha güclü zənn eləyir. Buradan belə bir nəticə çıxmır, idmançının, pullunun, vəzifənin yanında yer almaq olması və yaxud onunla dostluq eləmək. Burada belə bir nəticə çıxmır. Amma dostluq səbəbi bu olmamalıdır. Aydındırmı? Yəni təbiidir ki, insanın hər təbəqədən dostu olar, ətrafında insanlar olar. Lakin sənin birisi ilə dostluq qurma səbəbin, birisinə yaxın olma səbəbin bu şeylər olmamalıdır. Bu insanın düşdüyü uçurumun göstəricisidir. Sən bunun üzərindən dostluq qursanız bu çox ciddi bir problemdir. Və diqqət etsəniz, bu cür insanlar, yəni qarşı tərəfi deyək də, malı var, mülkü var, vəzifəsi var və yaxud fiziki gücü var. Bu cür insanlar o sahib olduğu imkanları itirmədikcə ətrafındakı insanların kim olduğunu tanıya bilmirlər. Yəni həqiqətənmi bu mənim dostumdur, yoxsa mənim bu imkanlarıma görəmi dostumdur? Tanıya bilmirlər. Və insanların əksəriyyəti bu məsələdən şikayətlənir. Bəlkə də bu imkanlara sahib olmayanların, yəni kasıb insanların və yaxud gücsüz insanların sahib olduğu ən önəmli nemət odur ki, ətrafındakı insanların onunla münasibət qurmasına səbəb olacaq heç nəyi yoxdur. Ona görə ətrafındakı insanlar həqiqi mənada onun dostudur. Onun sahib olduğu nemət elə bir nemətdir ki, təsəvvür edin ki, bu biri tərəfdə, yəni imkanları olan insan bu neməti əldə edə bilmir. Çünki dostunu, düşməni bir-birindən ayırd edə bilmir. Amma bu insan dostunu tanıyır. Həqiqətən dostunun kim olduğunu bilir. Bu, ki, mizanın, ölçünün qırıldığı cəmiyyətlərin göstəricisidir. Bir cəmiyyətdə İslam yüksəldikcə, o cəmiyyətdəki fərdlərin həyatına İslam gəldikcə, təbii ki, o insanlar münasibət qurarkən, birisinə yaxın olmağa çalışarkən, birisi ilə dostluq qurarkən meyarları fərqli olur. Meyarları nə olur? Ümumi şəkildə deyək, insanlığı olur, yardımlaşan bir insan olması olur, məsələn, mərhəmətli insan olması, ədalətli insan olması, xoş ünsiyyət, mədəni insan olması və bənzəri özəlliklər, güvənilən insan olması ən əsası. Çünki normal insan birisi ilə dostluq qurarkən əsas meyarlarından birisi nədir? Mən bu insana güvənə bilərəm. Mən bu insana özümü də, ailəmi də əmanət eləyə bilərəm. Çünki mən bu insana arxayınam. Onun üçün Allah Rəzə buyurur ki, müsəlman əlindən və dilindən əmniyyətdə olunan kimsədir. Yəni insan birisi ilə münasibət qurarkən Allahın o endirdiyi ölçüləri əsas alırsa, bunlar üzərindən münasibət qurar. Bütün bunların cəmi Quranda bildirilən bir məsələdir ki, Allah Teala buyurur ki, ən üstün olanınız Allah qatında kimdir? Təqvalı olanınızdır.
Çünki bunların hamısı əslində insanda Allah və axirət şuuru ilə formalaşır. İnsan Allaha yaxınlaşdıqca, axirət şuuru ilə hərəkət elədikcə ədalətli insan olur. Allaha yaxınlaşdıqca, axirət şuuru ilə hərəkət elədikcə mərhəmətli insan olur, güvənilən insan olur, sözü doğru olur. Sən onun sözündən, danışığından, dilindən, əlindən əmin olursan və bu insanla münasibət qurursan. Və həqiqi mənada sənin dostun o kimsədir ki, sən düşün ki, elə bir vəziyyətlə qarşı-qarşıya qalmısan ki, ölüm riski yaşayırsan və yaxud ölümü düşünürsən, məsələn. Ki, mən indi vəfat eləsəm, məsələn, deyək ki, mənim geridə buraxdıqlarım var. Bəlkə də yaşlı valideynim var, məsələn, ailəm var, övladım var. Mənim dost dediyim insanlar həqiqətən məndən sonra ailəmə sahib çıxarlar yoxsa yox? Bunu insan düşündüyü zaman Allahın ölçüləri ilə münasibət qurursansa, o zaman arxayınlıq tapırsan o mövzudadır. Bu ayədə də bütün bu qeyd etdiklərimiz bizə çatdırılır. Peyğəmbər sallallahu əleyhi və səlləmə bir neçə dəfə müşriklərin təklifi var. Allah Rəsulu Məkkədə dəvət aparır. Dəvətin ilk illərində bu dəvətə quzaq açan, iman eləyən, bacardıqca dinini yaşamağa çalışan, dinini qorumağa çalışan insanların böyük əksəriyyəti o cəmiyyət içərisində zəif qəbul edilən, gücsüz qəbul edilən insanlar idi. Təbii ki, əksəriyyəti buydu, amma istisnalar var idi. Məsələn, Əbubəkir radiyallahu anh kimi, Osman, Abdurrahman bin Avf kimi ticarəti olan, o cəmiyyətdə gücü olan insanlar da var idi. Ömər radiyallahu anh kimi insanlar da var idi. Lakin böyük əksəriyyəti Məkkədə iman edənlərin zəif, gücsüz insanlar idi. Bu insanlara əslində o cəmiyyətdə onların əxlaqi davranışlarla bağlı ciddi ittihamlar yox idi. Amma o topluluq özü əxlaqi çöküntü içində idi. Yəni Məkkə cahiliyyəsi. O topluluq əxlaqi çöküntü içində idi və onların dəyər meyarları dediyimiz güc məsələsi idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətinin ilk illərində, ilk bəlkə də aylarında, günlərində təbii ki, bunlar çox ciddi almadılar. Yəni Məkkənin aristokratiyası. Amma nə zaman ki, artıq Allah Rəsulunun dəvətinin çoxaldığını və bunun qarşısını ala bilməyəcəklərini anladıqda fərqli şəkillərdə uzlaşmağa çalışdılar. Allah Rəsulü sallallahu əleyhi və səlləm də onların hidayəti üçün çox həris idi. Onların deyərkən Allah Rəsulü zaten aləmlərə rəhmət olaraq göndərildiyi üçün bütün insanlığın hidayəti üçün Allah Rəsulü həris idi. Çox istəkli idi yəni. Və Allah Rəsulunun yanında bu kasıb sahabelər var. Bu müşriklər, yəni liderlər, aristokratiya Peyğəmbər sallallahu əleyhi və səlləmə deyirlər ki, ey Muhammed, sən bunları yanından qovsan, bəlkə biz gəlib sənin sözünü dinləyərik. Allah Rəsulü belə bir təklif edir. Çünki Allah Rəsulü danışır, adamlar ya səslərini qaldırırlar, ya əl çalırlar ki, eşitməsinlər, ya əllərini qulaqlarına tıxıyırlar ki, eşitməsinlər. Bir şəkildə müxatab olmamağa çalışırlar. Çünki sehirbaz olduğuna inanır bəziləri. Allah Rəsulunun çünki yanına girib danışan adam dəyişilir. Əgər adamın həqiqətən haqq deyə bir dərdi varsa. Allah Rəsuluna deyirlər ki, bunları yanından qov, biz gələk, o zaman sənin sözünü bəlkə dinləyərik. Və bunun üzərinə bu ayə gəlir. Müslim səhihində rəvayət eləyir. Sad ibn Əvvəqqas radiyallahu anh deyir ki, biz 6 nəfər Allah Rəsulü ilə bərabər oturmuşduq. Bizi görən müşriklər dedilər ki, bunları yanından qov, bizə qarşı hörmətsizlik eləməsinlər. O zaman bəlkə gəlib sənin sözünü dinləyərik. Yəni özlərinə sığışdırmırlar ki, biz nətər bunlarla gəlib oturaq. Təsəvvür elə ki, adam vəzifəlidir, imkanlıdır. Təsəvvür elə ki, adam beynəlxalq ticarətlə məşğuldur, böyük pullar idarə eləyir. Başa düşmək üçün örnək axtarıram. Bir tərəfdə də sabaha nə yeyəcəyini bilməyən bir adam var. Adam deyir ki, mən bununla niyə oturum? Yəni bu qədər maddi ehtiyacında olan bir adam var. Deyir, mən bununla otura bilmərəm. Özünə sığışdırmır o insanla oturmağı. Yəni təsəvvür elə ki, insanın normalda ölçüləri Allahın göndərdiyi kitabdakı belirlədiyi ölçülər olsa, sən kimlə oturmaqdan utanarsan? Bir adam namussuzdursa, qeyrətsizdirsə, vicdansızsa, o insanla bərabər hardasa iş icabı, zərurət gərəyincə otursan belə ehtiyat edərsən ki, birdən şəklimizi çəkərlər. Məsələn, adam utanar ki, mən bundan gördülər. Halbuki bəlkə də o adam vəzifəlidir, amma müşriklər belə düşünmür. Vəzifəlidirsə namussuz da olsa olar, qeyrətsiz də olsa olar, problem yoxdur. Onlar üçün fərqi yoxdur. Amma kasıb olmasın. Bu kasıbın nə problemi var? Mən onunla bir yerdə otura bilmərəm. O sinfi fərqlilik məsələsi. Bunu Peyğəmbərimizə deyirdilər. Və Sad da deyir ki, radiyallahu, burada deyir, İbn Məsud var idi, Bilal var idi və digər sahabelər. Abdullah ibn Məsud, Bilal Həbəşi, yəni zəif sahabelər. Allah Rəsulü normalda təbii ki, belə bir təklifi qəbul etməz. Lakin bir məsələ var. Allah Rəsulü sallallahu əleyhi və səlləm insanların hidayəti üçün çox istəklidir. Və içindən keçirdi ki, bəlkə bunlara üsulunca deyim ki, siz bunlar gəldiyi zaman oturmayın burada. Və bunlara bir şeylər çatdıra bilim mən. Allah Rəsulü içindən bunu keçirdi. Sad deyir ki, bu ayə bunun üzərindədir. Əslində buna bənzər bir ayə Ənam surəsinin 52-ci ayəsidir. O ayənin enmə səbəbi olaraq Sad bunu rivayet edir, amma mövzu eyni mövzudur. Rəbbimiz buyurur ki: "Vasbir nefsaka ma'allezina yed'una rabbahum bil-ghadati vel-ashi yuriduna vecha." Səhər axşam Rəbbinin rızasını diləyərək ona dua edənlərlə bir yerdə ol. Onlarla bir yerdə çətinliklərə qarşı səbr elə. Görün Allah Teala o kasıb gücsüz sahabeləri necə vəsf edir. Səhər axşam Rəbbinin rızasını diləyir. Səhər axşam Rəbbinin rızasını diləyərəkdən məqsəd Allahu ələm bu davamlılığı bildirmək üçündür. Yəni
davamlı Allahın rızasını diləyərək ona dua edən, Allaha yaxınlaşmağa çalışan o insanlarla bir yerdə ol deyir. Peyğəmbərimizə əmr edir Rəbbimiz. Allah Teala peyğəmbərini bu ayələr üzərindən yetişdirirdi və bu kitaba iman edənləri bu ayələr üzərindən yetişdirirdi. Bu səbəbdən də Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, içinizdəki o kasıbları, yoxsulları, zəifləri himayə edin. Aranızdakı zəiflər sayəsində Allahdan yardım görüb ruziləndiyinizə şübhəniz olmasın. Siz Allahdan yardım görürsünüzsə, ruzilənirsə, aranızdakı zəiflər sayəsindədir bu. Əbu Davud rəvayət edir hədisi. Sonra Nəsəinin sünəndə rəvayət etdiyi hədisi Allah buyurur ki, Allah bu ümmətə aralarındakı zəiflərin duası, ibadəti və ixlasına görə yardım eləyər. Allah Teala bu ümmətə yalnız bu səbəblə, yəni aralarındakı zəiflərin duası, ibadəti və ixlasına görə yardım eləyər. Əhmədin Müsnəddə rəvayət etdiyi digər bir hədisdə isə bir sahabə Allah Resulü sallallahu əleyhi və səlləm yanına gəlir və qəlbinin qatılaşmasından şikayət eləyir. Yəni deyir ya Resulullah, qəlbim qatılaşır. Yəni qəlbim qatılaşır nədir? Artıq ibadətlərdən əvvəlki kimi həzz ala bilmirəm. Artıq günahlardan əvvəlki kimi çəkinə bilmirəm. Yəni insan hiss edir bunu özündə. Allah Resulü normalda ona nə tövsiyə eləyər? Deyək ki, bildiyimiz şeylər var da, gecə ibadəti, zikirlər falan. Allah Resulü burada başqa bir şey tövsiyə eləyir. Nə deyir? Qəlbinin yumşalmasını istəyirsənsə, kasıb insanları yedirt və yetimin başını sığalla. Yəni bu səbəblə Allah Teala sənin qəlbini yumşaldar. Rəbbimiz Peyğəmbər sallallahu əleyhi və səlləmə bunlarla bir yerdə olmağı əmr eləyir və ardınca Rəbbimiz buyurur ki: "Və la ta'du aynaka anhum turidu zinatal hayatid dunya." Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə. Bu qiyamətə qədər gücünü qoruyacaq bir mesajdır. Niyə görə o gücsüz insanlardan üst çevirir insanlar? Çünki bilir ki, mən bununla oturuq nə qazanacam? Yəni mənfəət pərəstliyin oturuşduğu cəmiyyətdə insanlar belə olur. Hər şey mənfəət üzərinə hesab kitab eləyir. Yəni mən bununla oturuq nə qazanacam? Gələcəyə yönəlik mənə gətirisi nə olacaq bunun? Ona hesab kitab eləyir. Amma axirət nəzərindən baxdığı zaman mömin o mənfəət məsələsini axirətə çevirir. Kiminləsə oturur durursa, nəsə eləyirsə, hər zaman düşünür ki, axirətə yönəlik bu mənə nə qazandıracaq? Axirət qazancına əsas alanda bu nəzərdən baxa bilirsən. Və Rəbbimiz buyurur ki, dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə. Və la tuti', itaat etmə. Bax o Məkkə müşriklər üçün Rəbbimiz. Onlara itaat etmə. Kimdir onlar? Mən əğfəlnə qalbəhu an zikrinə. Qəlbini bizi zikr etməkdən qafil qıldığımız, yəni Allahın zikrindən qafil qalan kimsələrdən. Vattaba havahu və kana əmruhu furuta. Və həvasına, nəfsi istəklərinə tabe olan, nəfsi istəklərini ilah edinmiş o kimsələrə və işində ifrata varan kimsəyə itaat etmə, boyun əymə deyir Allah azza və cəllə. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və onun timsalı dediyimiz kimi hər birimizə. Və dəyərli qardaşlar, sahabelər deyir ki, Allah Rəsulü bu ayə gəldikdən sonra biz yanından ayrılmadan yanımızdan ayrılmazdı. Nə əgər bir yerdə oturmuşuqsa, biz yanından ayrılmadan Allah Rəsulü yanımızdan ayrılmazdı. Və yenə Müslim səhihində rəvayət edir ki, artıq Məkkə fəth olunub, müsəlmanlar gücləniblər. O zəif sahabelər, zəif qəbul edən sahabelər də artıq gücləniblər. Amma bu ayələr üzərindən onlara xüsusi bir ehtiram var. Və təbii ki, ilk iman etdikləri üçün. Və Məkkə fəthindən sonra insanlar qrup-qrup, toplu-toplu İslam'a girdilər, bilirsiniz. Və onlardan birisi də Əbu Süfyan idi. Onun öncəsində Allah Rəsulundan savaşan insanlardan birisi idi, liderlərdən birisi idi. Ondan sonra isə İslam'a girmişdi. Əvvəlində İslamla və müsəlmanlarla savaşan, Allah Rəsulü savaşan liderlərin böyük əksəriyyəti savaşlarda öldürüldü. Bildiyiniz başlar kim varsa Əbu Cəhil, Umeyyə bin Xaləf və digərləri Bədirdə və digər savaşlarda öldürüldü. Əbu Ləhəb məsələn öldü getdi, özü öldü getdi məsələn. Hər birisi getdi. Köhnə liderlərdən bir Əbu Süfyan qaldı və iman etdi. Müslim səhihində rəvayət edir ki, bir gün bir qrup sahabə oturublar Məkkə fəthindən sonradır. Kim var aralarında? Salman Farisi, Suheyb Rumi, Bilal Həbəşi və başqa sahabelər. Diqqət edin, heç birisi ərəb deyil. Bu da İslamın önə çıxartdığı, üstün qəbul etdiyi isimlər Salman Farisi isimlərin içərisində. Suheyb Rumi və Bilal Həbəşi. Amma bunlar hamısı əvvəl zəif olan sahabelər idi. Yəni zəif qəbul edilən, kasıb, insanların hörmət eləmədiyi insanlar. Və bir qrup müsəlman oturublar, o zəif sahabelər, köhnə zəiflər və Əbu Süfyan oradan keçir. Əbu Süfyan keçərkən bunlar qayıdıb deyirlər ki, Allahın qılıncı Allahın düşmənini haqlamadı. Yəni nəyi nəzərdə tuturlar? Allahu ələm, belə başa düşə bilərik ki, yəni hamısını öldürdük, bir qaldı. Müsəlman oldu, heç nə deyə bilmirik. Çünki nə qədər böyük düşmən olursa olsun, Allah Rəsulunun öz ailəsini, ailə üzvlərini belə öldürənlər, nə qədər böyük düşmən olursa olsun, müsəlman oldusa, qan bitdi. Bağışlayırsan artıq. İndi sahabelər də o köhnədə edilən işgəncələr falan ağlarına gəlir və deyirlər ki, Allahın düşməni Allahın qılıncını haqlamadı. Bunu Əbəkir radiyallahu anh eşidir və o da insanların hidayəti üçün çox istəklidir, insanları qazanmağa, qəlbi yumşaq birisidir. Və bu sözü deyən sahabelərə deyir ki, bunun Qureyşin böyüyünə mi deyirsiniz? Yəni bilirsiniz ki, bu adam əvvəldə Qureyşin böyüklərindən qəbul edildi. Bu sözü niyə deyirsiniz? Əbəkir radiyallahu anh məqsədi, yəni əvvəllər bu Qureyşin böyüyüdür deyə, yəni böyük olsun mənasında deyil və yaxud sırf onun əvvəlki gücünə görə ona dəyər vermək deyil. Yəni isindirək də bunu İslama. Zaten gəlibdir. Bir də bunu belə sözlər deyib incitməyək. Əslində Əbəkir radiyallahu anh mövqeyi orada başa düşüləndir. Adam yəni bir şəkildə
gəlib İslam'a. Bunu isindirmək əvəzinə bir də qaçırtmayaq. Və Allah Rəsuluna gedir məsələn deyir Əbu Bəkir radiyallahu anh. Dediyimiz kimi zahiri etibarla Əbu Bəkirin etirazı haqlıdır. Amma Allah Rəsulü sallallahu əleyhi və səlləm bu ayələr üzərindən, yəni Kəhf surəsi 28-ci ayə, Ənam surəsi 52-ci ayədə bu sahabələrin, yəni zəif, gücsüz sahabələr ilk iman eləyiblər, fədakarlıqlar eləyiblər, canlarını veriblər, İslam yolunda savaşıblar, yəni hicrət eləyiblər, hər şey eləmiş bu insanlara Allah Rəsulü xüsusi diqqət göstərirdi. O ayələrdəki əmrə görə, təhdidə görə Rasulullah xüsusi diqqət göstərirdi. Və Əbu Bəkirin qəsdi başa düşülsə belə Allah Rəsulü deyir ki, ey Əbu Bəkir, bəlkə də bu sözünlə sən o qardaşları incitmisən. Baxın, Allah Rəsulunun orada sanki dediyi nədir? Yəni sən onlara bunu demə. Bunu deməməliydin. Çünki onları incitməkdən çox ehtiyatlı ol. Ümumiyyətlə mömin qəlb qırmaqdan çox ehtiyat eləməlidir. Çünki insanı incitmək Allahın qəzəbini çəkər və xüsusən hansı insanı Allah qatında dəyəri bilinən insandırsa, onu incitmək insanın Allahın qəzəbinə düçar olmasına səbəb ola bilər. Onun üçün Allah Teala buyurur ki, hədis-i qüdsdə, kim mənim dost qəbul etdiyim bir insana düşmənlik eləsə, mən ona savaş açaram. Allah Rəsulü deyir ki, Əbu Bəkir, bəlkə də bu sözünlə onları incitmisən. Əgər onları incitmisənsə, bil ki, Rəbbini incitmisən. Görün, insan Allah yolunda etdiyi fədakarlıqla necə bir məqam əldə edə bilir. Yəni bu sahabelər deyirik, Bilal, Suheyb və digərləri. Onları incitmisənsə, bil ki, Rəbbini incitmisən buyurdu. Əbu Bəkir dərhal qalxdı oradan, getdi onların yanına və dedi ki, qardaşlarım, mən sizi incitdimmi? Yəni onlardan halallıq istəyir. Onlar deyir ki, xeyr, incitmədin. Allah səni bağışlasın, get. Yəni bu şəkildə bir hadisə üzərindən də biz bu ayəni başa düşmüş oluruq ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm necə bu zəif, kasıb müsəlmanlara dəyər verdi. Toparlayacaq olsaq dəyərli qardaşlar, bu ayələrdən başa düşdüyümüz başlı başına kasıbı zənginə tərcih eləmək də deyil. Və yaxud bir kasıb mömin var, bir də zəngin mömin var. Kasıbı zənginə tərcih eləmək mütləq olaraq və yaxud ikisi ixtilaf eləyiblər. İkisi ixtilaf eləyiblərsə, sənə də məsələ ərz olunsa, demək ki, kasıb haqlıdır. Bu deyil məsələ. Başa düşdükdə yəqin ki, məsələ nədir? Məsələ zənginliyi səbəbilə kiməsə belə deyək, hörmət eləmək, yaxın olmağa çalışmaq, onu haqlı görmək və yaxud sahabelərə bu dəyəri qazandıran kasıblıqları idimi? Əslində o da deyildi. Vasbir nəfsəkə ma'allezine yed'un rabbahum bil ghadati vel ashi yuridun vəcə. Onlara bu dəyəri qazandıran gecə-gündüz Allahın rızasını istəyərək ona dua eləməkləri idi. Yəni Allahın razını qazanmağa çalışmalıdır. Demək ki, burada əsas meyar nədir? Allahı razı salmağa çalışan insanla bir yerdə olacaqsan. Bəzən ola bilər ki, bir zəngin adam bu vəsf baxımından hər hansı bir kasıbdan daha üstün ola bilər, ola bilər. Onu tərcih eləyə bilərsən, bəli tərcih eləyə bilərsən. Onunla dostluq qurub yaxınlıq elə bilir, bəli olar. Amma ölçü meyarın zənginlik, vəzifə, mal-mülk olmayacaq. Əsas çatdırılmaq istənilən budur. Və Allah Teala bu qeyd etdiyimiz ayələr üzərindən sağlam bir müsəlman şəxsiyyəti necə inşa edilir, onu bizə öyrədir. Və təbii ki, sağlam müsəlman şəxsiyyəti formalaşdığı zaman və bunlar çoxaldığı zaman sağlam cəmiyyət qurmağa da bir imkan formalaşmış olur. Allahdan istəyimiz odur ki, Allah Azza və Cəllə bizim şəxsiyyətimizi vəhiy ilə inşa edilmiş şəxsiyyət etsin. Oxuduğumuz ayələrlə, Allah Rəsulunun hədisləri ilə həqiqi mənada ihya olmağı, inşa olmağı bizim üçün asanlaşdırsın və müsəlman olaq canımızı alsın. Elhamdülillahi Rabbil alemin.